Artıq ölkə ərazisində hava şəraitinin dəyişikliyi müşahidə olunur. Şimşək çaxır, arabir yağış yağır, güclü küləkli hava şəraiti qeydə alınır. Belə ki, Bakıda Abşeron yarımadasında bugün gün ərzində güclü şimal-qərb külək əsəcək. Sabah 29 səhər saatından tədricən zəifləyəcək. Eləcə də gecəyə doğru, yəni 28-i bugün axşam və 28-dən 29-una keçən gecə yarımadanın bəzi yerlərində yağış yağacağı da gözlənilir. Sabah gündüz saatlarında 29-u gündüz və küləyin zəifləyəcəyi və yağışın kəsəcəyi gözlənilir. Eləcə bölgələrdə bugün gün ərzində yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə, xüsusən də Qazax, Gəncə, Balakən, Şəki, Quba, Qusar, Dağlıq, Şirvan, Mərkəzi Aran, Lənkəran astara zonasında yağıntıların leysan xarakteri intensiv olacağı, dolu düşəcəyi ehtimal olunur. Dağlıq ərazidə isə qar yağacaq. 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək. Artıq aprelin 30-da Bakıda və Abşeron yarımadasında və bölgələrdə gün ərzində hava şəraitinin sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bugün havanın temperaturu Bakıda və Abşeron yarımadasında 16 dərəcəlik, Aran rayonlarında 20, dağlıq ərazidə isə 5 dərəcəlik isti olacaq. 30-undan hava şəraitinin sabitləşəcəyi və havanın temperaturunun tədricən yüksələcəyi gözlənilir.